Deməli biz orta məktəbi qurtarmağımızın 39 ili münasibətilə yığışmışıq. Məktəbimizdə olduq, Cəngən kənd orta məktəbində olduq. Yenə köhnə xatirələr xatırladıq, müəllimlərimizlə görüşdük, tələbə yoldaşlarımızla, şagird yoldaşlarımızla görüşdük, xatirələrimizi bölüşdük. Həmən keçmiş illərimizə qayıtdıq. Yenə məktəbimizin bugünkü vəziyyəti ilə maraqlandıq. İndi də şəhidlər, ruhu şad olsun, şəhidləri ziyarət elədik. Hər birinin qarşısına baş əyirik. Onların sayəsində biz torpağımız azadlığa qovuşduq. 44 günlük Vətən müharibəsi şəhidləri və 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin ruh qarşısında baş əyirəm. Onların hər birinə Allahdan rəhmət diləyirəm. Şadam ki, belə bir təşəbbüsdə bulunduq. Yəni, belə bir tədbiri həyata keçirmək bizə nəsib oldu. Rayona gəlmək səbəbimiz orta məktəbimizdə keçirilən tədbirlə bağlıdır. Sağ olsun uşaqlar belə bir tədbir planlaşdırdılar. Bizi də hamı bir yerə yığdılar. Görüş keçirdik, çox maraqlı oldu. Xatirələri yad elədik. Və rayona gəlib şəhidlərimizi xiyabanı ziyarət eləməmək bizə bir günah olardı. Biz elə düşündük. Qərar aldıq ki, şəhidləri də yad eləyək. Allah rəhmət eləsin. Torpaqlarımız uğrunda canlarını fəda etdilər. Allah qəni-qəni rəhmət eləsin onlara. Bu qədər, nə deyirəm? Zayıbə Gülbəniz, bugün burada yığışmağımızın səbəbi neçə illər sonra məktəbdə məzun olduğumuz məktəbdə yığışıb keçmiş günləri yad elədik. Sonra şəhidlər xiyabanına gəldik, müəllimlərimizlə görüşdük. Çox maraqlı oldu biz üçün, keçmişi xatırladıq. Sağ olsun bu tədbiri planlaşdıranlar. Bu qədər. Mən Əhmədov Yaşar, bu sinifin sinif nümayəndəsiyəm. Çox sağ olsun uşaqlar, var olsun uşaqlar ki, bu təşkilatçılığı mənim üzərimə qoydular. Allahın böyüklüyünə çox şükürlər olsun ki, biz də bunun 100% də olmasa 70%-ni həyata keçirtdik. Məktəbdə 39 ildən sonra yığışdıq. Məktəbimizi, müəllimlərimizi, rəhmətə gedən tələbə yoldaşlarımızı, müəllimlərimizi və şəhidlərimizi də gəlib burada şəhidlər xiyabanında yad etdik. Çox sağ olun, var olun, Allah razı olsun. Əzizxanlı Əzizxan, Cəngən kənd orta məktəbində müəllim işləmişəm. Bu şagirdlərin, bu yoldaşların hamısının müəllimi olmuşam, sinif rəhbəri olmuşam. Mən fəxr edirəm ki, belə bir sinifə dərs demişəm. Bu şəhidlərimizin də ruhuna dualar oxuduq. Allah onları rəhmət eləsin, qalanlarına, yaşayanlara can sağlığı versin. Dövlətimizə, dövlətçiliyimizə Allah qıymasın, kömək eləsin. Sağ olun. Allah şəhidlərimizi rəhmət eləsin. Şəhidlər öz qanı ilə, öz canı ilə xalqımızın üzərində olan o alnında yazıq, üzərinə düşən o ən ağır yükü qaldırdı. Bəşəri xəcalətdən xilas elədi Azərbaycan xalqını. Yoxsa mən deyərdim ki, bu bizim tariximizdə, xalqımızın tarixində bəlkə də ən qara səhifələrdən biri olaraq qalacaqdır. Allah şəhidlərimizi rəhmət eləsin ki, bu qara ləkəni üstümüzdən sildi.
Allah onların onsuz da cənnəti idilər. Allah onları qana qara rəhmət eləsin. Allah qazilərimizə də şəfa versin. Qazilərimiz də öz sağlamlığın, öz canın, özünün gələcəyin, mən deyərdim ki, bu xalqın azadlığı yolunda, murdar düşmənin ayaqlarını torpağımızdan çəkmək yolunda öz sağlamlığı itirdilər. Allah onlara da şəfa versin. Allah şəhidlərimizin yaxınlarına səbir diləsin, səbir versin, bu xalqa səbir versin. Bu xalq onsuz da mübariz xalqdır. Az çox bu xalqımızın tarixinə fikir verdikdə görürsən ki, 1000 illərdən bəri xalqımız öz varlığın yağı düşməndən qoruyub saxlaya bilir. Ona görə də bu xalq ölməzdi, mən deyərdim bu xalq əbədidir və əbədi olaraq qalacaqdır. Eşq olsun xalqa, eşq olsun vətənimizə. Allah şəhidlərimizi rəhmət eləsin. Allah onların yerin cənnətli eləsin. Onlar ki, öz canı ilə, qanı ilə bu cür qəhrəmanlıq göstərdi. Xalqımızı bu ləkədən azad elədi. Torpaqlarımız azad oldu və onların hesabına biz torpağı əldə elədik. Öz, yəni ata-baba yurdumuzu qaytardıq. Allah Azərbaycanımızı qorusun. Allah Azərbaycanımızın rəhbərin bundan da sonra sözü ötər olsun. Yəni kiçik ölkə olsa da, amma sözümüz yəni hər yerdə keçir. Allah rəhmət eləsin. Bütün şəhidləri, qazimlərimizə Allah şəfa versin. Amin. Buyur. Allah şəhidləri rəhmət eləsin. Mən deyə bilərəm ki, Azərbaycan tarixində bu şəhidlərin görülücü işləri heç vaxt görülməmişdir. Bütün xəcalətlərdən Azərbaycan xalqının bu şəhidlər öz qanı bahasına götürdülər. Allah onları rəhmət eləsin. Qəbirləri nurla dolsun. Sağ olun. Çox sağ olun, var olun müəllim. Allah sizə də can sağlığı versin. Siz bizim müəllimimizsiniz, fəxrimizsiniz, canımız. Öz növbəmə mən də Cənubun Səsi kanalına öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, bizim buradakı çıxışımızı, şəhidlərin ziyarətini işıqlandırır. Çox sağ olun, var olun. Allah canınızı salamat eləsin.